Elə olur ki, sənin enerjin aşağıdır. Sən nə qədər özünü cırsan da pul əziyyətlə, zülmlə, ancaq belə bax kommunal ödənişlərini eləmək üçün. Ancaq bax bu qidanı tapmaq üçün, yeməyini tapmaq üçün və biraz da geyiminə. Vəsə. Çünki ondan artıq yəni genişlənmə yoxdur axı, burdan doğur o. Bu içdən doğur. Sonra isə yəni material dünya onu materiallaşdırır, maddiləşdirir sadəcə. İçdən doğur. İlk öncə fikir, daha sonra yəni o fikir formalaşır. Ona görə də o daxillə işləmək lazımdır. Maliyyə savadlığından istifadə eləyərək nəyəsə nail olmaq olar. Da, yəni pullarından düzgün istifadə etməyə çalışaraq. Lakin həyat sürprizlərlə doludur və çox vaxt o sürprizlər o qədər də müsbət sürprizlər olmur. Çünki sənin enerjinə uyğun gəlirlər. Başa düşürsünüz? Yəni sənin enerjin aşağı olduğu zaman, sənin qarşına problemlər çıxdığı zaman nə maliyyə savadlığı, hansı öyrəndiyin qaydalar sənə köməklik eləyə bilər ki, başa düşürsünüz?